Bakıda məktəblərdən biri fəaliyyətini dayandırıb. Gündəm xəbərin efirində 27 may tarixli məlumatımız isə belədir. Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi qışlaq sahəsində yerləşən 122 nömrəli ümumi orta təhsil məktəbi bağlanıb. Bununla bağlı bizim mediaya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət eləyiblər. Onlar iddia eləyirlər ki, mayın 24-ü müəllimlər valideynlərə bununla bağlı xəbərdarlıq eləyərək övladlarını yaxınlıqda yerləşən digər məktəblərə yönləndirmələrini istəyiblər. Valideynlər bildirirlər ki, məktəbdə təxminən 75 şagird təhsil alır və illərdir bəzi siniflər komplektləşdirilərək fəaliyyət göstərir. Valideynlərin narahat edən əsas səbəb isə dərs ilinin sonuna yaxın belə bir addımın atılması və şagirdlərin digər məktəblərə daşınmasının təmin edilməməsidir. Onlar qışlaq sahəsinin yaxınlığında məktəb yerləşmədiyinə və övladlarını ya avtobusla ya da şəxsi avtomobillə uzaq məsafədəki digər məktəblərə aparmağa məcbur qaldıqlarına bildiriblər və təhsil alanların valideynləri ərazidə yol infrastrukturunun yenilənmədiyini də qeyd edirlər və bu sözlə də valideynlər həm vaxt, həm də maddi itki ilə üz-üzədirlər. 122 nömrəli ümumi orta təhsil məktəbdən də bildirilir ki, şagirdlərin sayının azlığı ilə əlaqədar 2026-2027-ci il tədris ilindən məhz optimallaşdırılması nəzərdə tutulur və bu barədə valideynlərin məlumatlandırıldığı bildirilir. Qeyd edilib ki, ümumi təhsil müəssisələrindəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır və təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir. Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, resursların səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunu və keyfiyyətli təhsil mühitinin formalaşmasından ibarətdir.